Kartlardan sənə 3 mesaj var. Nəyi etməməlisən, nəyi etməlisən, nəyi də təkrardan gözdən keçirməlisən. Birinci gəl baxaq bu videonu izləyənlər hansı enerjidədir? Kartlar özlərini açmaq istəyir. Gəlin baxaq, birinci bu videonu izləyənlər. İzləyən özü necə biridir? Hazırda narahatçılığın nədir? Birinci buna baxaq. Necə biridir? Bu videonu izləyən insanlar, tamamlanmış insanlar görürəm burada. Maddiyyatla mı əlaqədar, işlə mi əlaqədar, həyatınla mı əlaqədar tamamlanmış bir insanlardır. Hər şeyi, hansı çətinlik olur olsun, dengədə saxlamağa çalışırsan və bu dəqiqə səni əsas narahat edən maddiyyatla əlaqədar nəyisə həll etmək və ya işlə əlaqədar nəyisə həll etməkdir. Ola bilsin ki, yaxın bir vaxtda dengədə saxlamalı olduğun bir durum olubdur. Ya işinlə əlaqədar tutaq ki, hansısa çətin bir durum olub, onu həll etməli olmuşsan, ya pulla əlaqədar nəyisə çətinliyin olub, onu həll etməli olmuşsan, amma həll etmirsən və ya edəcəksən, narahat olma. Hazırki çətinliyin həll olacaq. Bundan narahat olma. İşinlə əlaqədar narahatçılığın varsa, hər şey yerinə oturacaq. Maddiyyatla əlaqədar narahatçılığın varsa, sevinəcəksən və həll edəcəksən. Bunu biləsən. Elə narahatçılığa baxdıq. Narahatçılıq da yenə burada, həmçinin duyğusal cəhətdən də, belə deyim də, duyğusal cəhətdən də özünü sərhədləmiş, özünü çərçivəyə almış bir insan var. Ola bilsin, münasibətlə əlaqədar kimlənsə ayrılıq olubdur və yaxud da ki, əngəl bir situasiya var. Münasibətinizdə çətinliyə gedən bir durum var, çətinliyə gedən bir situasiya var və bunun üzərində çalışmaq istəyirsən. Yenə deyirəm, ya ilişkinlə əlaqədar hal-hazırda, ya incilik, küslük bir durumdur, ya da ki, ümumiyyətlə heç ilişkin yoxdur və düşünürsən ki, görəsən nə olacaq və həyatıma həmin insan gələcəkmi? Bunu düşünən insanlardır. Gəl baxaq. Kartlar sənə məsləhət görür. Nəyi etməməlisən, nəyi etməlisən, nəyi təkrardan, hansı durumu təkrardan gözdən keçirməlisən. Gəl baxaq. Nəyi etməməlisən, nəyi etməlisən və nəyi təkrardan gözdən keçirməlisən, hansı durumu. Gəl baxaq, nə etməməlisən, nəyi etməməlisən. Burada bilirsən nə məsələdir? Maddiyyatla əlaqədar durumdur burada və ya işlə əlaqədar durumdur. Nəyi etməməlisən? Ona baxmaq istəyirik. Borc verməməlisən. Konkret olaraq burada bilirsən necədir? Özünü çətinliyə salaraq başqalarına dəstək olmağa çalışırsan və sənin özünə dəstək lazım olanda heç kim gəlmir. Heç kim olmur və tək başına həll edirsən. Çox olubdur həyatında, ətrafında, maddiyyatla da olsa, işlə də olsa, belə deyim də, özünü kənara atıb, səndən daha zəif insanlar olub, səndən yardım istəyən insanlar, onlara yardım etmirsən. Amma yardım etdiyin insanlara, dəstək olduğun insanları gözdən keçirməlisən. Məsələ budur. Bunları etməməlisən, belə deyim. Yəni, özündən keçərək başqalarına yardım etməməlisən. Bu bir. Nəyi etməlisən? Nəyi etməlisən? Münasibətlə əlaqədar sadəcə sevgini görməlisən. Sevgini. Başqa seçimlər, başqa fikirlər olmadan, ilişki ilə əlaqədar sənə stabillik sözü verən, sənə münasibətində, münasibətin gələcəyində stabillik sözü verən bir insanı seçməlisən. Məsələ budur. Belə deyim, narazı olduğun bir durum varsa, ilişki ilə əlaqədar, gələcək görmədiyin bir durum varsa, münasibətlə əlaqədar, ortada üçüncü şəxs varsa və s. bu ilişkini bitirməlisən. Gələcəyi görmədiyin bir münasibəti buraxmalısan. Bax, burada var. Burada var, bəzilərinizdə xəyanət gördüyün bir situasiya olub. Bəzilərinizdə olubdur ki, hiss eləyirsən ki, o deyil, arada kimsə var, üçüncü şəxs var, arada başqa maraq var. Bunu gördüyün anda bu situasiyanı buraxmalısan, bitirməlisən. Çünki səni çox bitirir, çox özünü, belə deyim də, yuxusuz gecələr, özünü narahat eləyirsən, yəni bu ilişki ilə əlaqədar. Toksik olan bir ilişkini buraxmalısan. Bunu deyir sənə. Bu münasibətlə də əlaqədar ola bilər, bu dostluqla da əlaqədar ola bilər. Məsələn, dostluqdur və düşünürsən ki, bu insanın maraqları başqadır, sənin gözləntilərini doğrultmur. Balanslı deyil də, münasibətlər balanslı deyil, enerji balanslı deyil, onu bitirməlisən, yəni.
Nəyi təkrardan gözdən keçirməlisən? İşinlə əlaqədar, maddiyyatla əlaqədar, sırf bu sənin öz potensialındır, öz gücündür. Bunu təkrardan gözdən keçirməlisən. İş yolunu, maddiyyat yolunu, qazanc yolunu təkrardan gözdən keçirməlisən. Çünki sənin əslində yüksəliş yolun var. Sənin əslində gücün var. İstədiyin hər şeyi əldə edə biləcək bir gücün var. Amma bunu biraz boş vermisən deyim və yaxud da ki, öz gücünü kəşf etməmisən deyim. Hər nədirsə, elə bil ki, gözünü yummusan və komfort zonandan çıxmırsan. Məsələ budur ki, komfort zonandan çıxıb öz gücünü kəşf etməlisən. Bununla əlaqədardır. Aldım, qəbul edilməyəz. Ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.